Ne oldu? Qaytardılar pulu. Doğrudan? Necə eləyiblər? Nə bileyim, tapdılar da. Həkimlə danışdın, vaxt təyin elədin. Yox, səni gözləyirdim. Ləngitmək olmaz. Bu pulun da başı bəlalıdır. Qədirlə sonra danışarsan. Əməliyyatı elətdirək ondan sonra. Yox, mən Qədirdən heç nəyi gizlətmirəm. Qədir zəng eləyir. Hə, Qədir, necəsən? Mən də yaxşıyam. Qədir, sənə bir şey demək istəyirəm. Layla əməliyyat olmalıdır. Anam evi satıb gətirib pulunu ki, gedin eləyin. Qədir, eşidirsən? Başqa yolu yoxdur axı. Salam Qədir. Qulaq as gör sənə nə deyirəm. Qızının vəziyyəti yaxşı deyil. Bilmirəm Qumru sənə nə qədərini deyib. Uşaq gün-gündən dala gedir. Özün başa düşdə indi nə deyirəm. Gör nə həddi ki, mən evi satdım. Onsuz da bu pulla o evi geri qaytara bilməyəcəm. Heç nə, nəvəm canından artıq deyil mənim üçün. Qədir, gör sənə nə deyirəm. Qulaq as mənə yaxşı-yaxşı. Mən sənin düşmənin deyiləm ki, mənim pulumu götürməyəsən. Sən də o boyda pulu tapa bilməyəcəksən. Sabah bir gün uşağa bir şey olsa, nə mən səni bağışlayaram, nə Qumru səni bağışlayar, nə də ki sən özünü bağışlayacaqsan. Anladın?